Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək. Bu iddia ilə Ermənistanda Demokratik Alternativ Partiyasının lideri Suren Sureniyan çıxış edib. Söhbət ATƏT-in Minsk qrupunun buraxılması və konstitusiyaya dəyişiklikdən gedir. O iddia edir ki, Paşinyan tezliklə Prezident İlham Əliyev qarşısında bu iki tələbin icra ediləcəyi ilə bağlı öhdəlik götürəcək. Və sözügedən iddianın baş tutması nə dərəcədə mümkündür? Belə razılaşma həqiqətən baş tuta bilərmi? Ermənistan öhdəliyi üzərinə götürdükdən sonra müqavilə imzalansın, icrası isə daha sonra baş tutsun. Nə baş verir? Cavid İmaməliyev araşdırıb. Ermənistanda Demokratik Alternativ Partiyasının lideri Suren Sureniyan İrəvanın tezliklə Bakının tələbləri ilə razılaşacağını iddia edib. İndiki məqamda müxalifətin belə bir iddia ilə çıxış etməsi mövcud reallıqlar nəzərə alındıqda ortaya yeni sualların çıxmasına səbəb olur. Belə ki, Paşinyan administrasiyası Azərbaycanla apardığı danışıqlarda sülh planına uyğun iki tələbi yerinə yetirə bilmir. Bunlar ATƏT-in Minsk qrupunun buraxılması və konstitusiya dəyişikliyidir. İrəvan rəhbərliyi şərtlərin yalnız növbəti seçkilərdən sonra reallaşa biləcəyini bilir. Yəni Paşinyanın ölkədəki seçkilərdən qabaq konstitusiya dəyişikliyi etməsi hazırda mümkün görünmür. Üstəlik, rəsmi Bakının sülh sazişi ilə bağlı qətiyyətli mövqeyi də nəzərə alındıqda, normallaşma prosesinin sadəcə Paşinyanın yazılı şəkildə razılıq verməsi ilə baş tutması inandırıcı deyil. Bütün bunlara baxmayaraq, ekspertlərin fikrincə, Paşinyan administrasiyası içərisində olduqları geosiyasi gərginliyi azaltmaq üçün sülh sazişi sayılmamaq şərti ilə yazılı protokol imzalaya bilərlər. Belə olan halda, Paşinyan növbəti dəfə seçildikdən sonra Azərbaycanın şərtlərini həyata keçirəcəyi ilə bağlı rəsmi öhdəlik götürmə ehtimalı yaranır. Yenidən baş nazir olduqdan və yazılı öhdəliklərini yerinə yetirdikdən sonra isə Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalana bilər. Bu tamamilə normal bir haldır. Yəni, əgər Paşinyan indi konstitusiya dəyişikliyini həyata keçirə bilmirsə, müvafiq öhdəlikləri özlərinə götürə bilər və bundan sonra da hər hansı bir sənədin imzalanması mümkündür. Amma bu sənəd heç bir halda sülh sazişi olmayacaq. Ən yaxşı halda həmin sənəd sülh sazişinin imzalanması üçün bir niyyət protokolu ola bilər. Və bu protokolun imzalanmasından sonra əgər Ermənistan tərəfi müvafiq olaraq konstitusiya dəyişikliyini də həyata keçirə biləcəksə, o zaman ancaq sülh sazişinin imzalanmasından danışmaq olar. İndiki halda isə belə bir öhdəlikləri özündə ehtiva edən niyyət protokolunun imzalanması əslində mümkün olan bir şey. Digər tərəfdən, gizli danışıqların və razılaşmanın olacağını iddia edən Demokratik Alternativ Partiyasının lideri Suren Sureniyansın çıxışı tamamilə dezinformasiyada ola bilər. Hazırda Ermənistan siyasi elitası daxilində böyük gərginlik var. Demək olar, bütün müxalifət Paşinyanın yenidən hakimiyyətə gəlməməsi üçün əlindən gələni edir. Hətta bir müddət əvvəl Ermənistan mediasında Nikol Paşinyan ölkədə seçki qabağı müxalifətin qarşısını almaq və hakimiyyətini qorumaq üçün müxalifətə böyük təzyiqlər göstərdiyi də yayılmışdı. Eyni şəkildə indi də müxalifət İrəvanın yazılı formada Bakı ilə razılaşacağına dair fikirlər ortaya atmaq və Paşinyanın Ermənistanın əleyhinə olduğunu bildirməklə xalqın hakimiyyətə qarşı cəbhə almasına çalışırlar. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin gecikməsi əsasən Ermənistan iki tələbə hələ yerinə yetirmir. Bunu Ermənistanda keçirilən seçkilərdən sonra həyata keçirəcək. Konstitusiyanın dəyişməsi və Minsk qrupunun buraxılması. Ermənistanda müxtəlif dairələr Nikol Paşinyanı Azərbaycanla sövdələşməyə və Azərbaycanla müəyyən bir razılıq əldə etməyə də ittiham edirlər və bunu Ermənistan əleyhinə olduğunu vurğulayırlar. Halbuki bu belə deyil. Ermənistanda məhz seçkilər ərəfəsi məhz Nikol Paşinyana qarşı belə qara kampaniyalar irəli sürülür. Göründüyü kimi, hazırda Ermənistan daxilində siyasi xaos hökm sürür. Müxalifətin Paşinyan əleyhinə çıxışları, seçkilərin nəticələri, iqtidarın atdığı addımlar isə vəziyyəti hər gün bir qədər çətinləşdirir.